Bax, Azərbaycan dilində belə bir söz var. Ayda, onu necə ifadə edim ki, düzgün çıxsın. Yəni, mənim heç kimə borcum yoxdur. Belə bir söz istifadə edirik də. Mənim heç kimə borcum yoxdur. Yəni, nəyi nəzərdə tutur? Yəni, mən bunu edirəmsə, mən insanlığımdan edirəm. Amma o demək deyil ki, mən sənə borcluyam və yaxud kiməsə borcluyam, bunu etməliyəm. Düzdürmü? Bax, o sözü mənim heç kimə borcum yoxdur. Rus dilində necə deyəcəksən? Əslində çox istifadə olunur. Ən çox da o bəzən insanlar sərhədə keçirlər. Onda deyirlər ki, mənim heç kimə borcum yoxdur. Deməli, mən nədir rus dilində? Я. Heç kimə necə deyəcəksən? Yok, кто-то kimseydi. Что-то kimsə, heç kim. Heç kimə daha doğrusu. Nikamu. Deməli, mən heç kimə. Я никому. Aysa, heç nə. Şey, Niçevo. işte hepsi istifade ettiğim söz değil. Aysa. Deməli, mənim heç kimə borcum yoxdur. Deməli, ya nikamu. Я никому. Ничего. Aysa. Boşda deyiləm. Не должна. Не должна. Не должна. Yenə должна deyirik. Должна. 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 Yox, babaya düz deyirdim. Должна. Должна. Aysa. İndi mənim heç kimə borcum yoxdur. Necə oldu? Я никому ничего. Я никому ничего не должна. Все. Я никому ничего не должна. Yani. Tak. Mən niyə bunu etməliyəm? Bu da çox istifadə olunan sözdür. Mən niyə bunu etməliyəm? Mən niyə? Ya... Yox, sual cümləsidir. Buna fikir verirsən. Deməli, sən sual sözü ilə başlayacaqsan. Почему? Aysa. Почему? Mən etməliyəm bunu. Почему почему я Должна почему я должна bunu etmək. Etmek. Делать. Делать здесь. Здесь niyə? Bunu. Это. Aysa. Deməli, nəticədə nə olur? Почему я должна Сделать это? Aysa və yaxud делать это. Yəni, daimi olaraq nəzərdə tuturamsa. Почему я должна сделать əgər bir dəfə, делать əgər daimi. Это.